etmir. Şəhid birləşdirici bir dəyərdir. Şəhid məzarında, şəhid Azərbaycan xalqına məxsusdur, hər bir vətəndaşımıza, xristian dinindən olan bir pravoslav inancında olan, Rus milliyyətindən olan bir şəhidimizin dəfnində iştirak eləmişəm şəxsən, Dmitri Sontsevin. Bizim Yahudi millətindən, Rus millətindən olan şəhidlərimiz var. Müxtəlif fərqli fikirlərdə, məzhəblərin davamçıları olan şəhidlərimiz var. Yəni, şəhidlik bizim üçün bir birlik rəmzidir, vəhdət simvoludur və hesab edirəm ki, şəhid məzarları önündə ümumiyyətlə danışan, çıxış edən insanlar bu mövzulara toxunmamalıdırlar. Biz Deməli, Hacı Şahin deyir ki, Yahudilərdən də, xaspərəstlərdən də şəhid var. Subhanallah. Qarabağda, 2-ci Qarabağ müharibəsində savaşanlar var idi ki, xristiyanlar idi, şəhid oldular və Yahudilər idi, şəhid oldular. Xeyr, sən ancaq və ancaq deyə bilərsən ki, qəhrəman oldular. Şəhidlik cənnətə gedənlərə deyilir. Biz xristiyanların kim olduğunu, Yahudilərin də kim olduğunu mükəmməl olaraq Allahın kitabı bizə bildirmişdir. Quranda açıq-aşkar olaraq Yahudilərin və xaspərəstlərin kafir olduğu deyilmişdir. Bəli, Musa aleyhissalama və İsa aleyhissalama iman gətirənlər şəhid olmuşdular öz vaxtında, öz vaxtlarında, peyğəmbərlərin vaxtında. Amma indi isə onlar İslamı qəbul etməyincə, Yahudi İslamı qəbul etməyincə xristiyanlar öz dinlərində qalaraq şəhid ola bilməzlər. Quran-ı Kərimdən dəlilləri oxuyun. Sizi aldadıblar. Bu kimi insanların arxasında indiyənə kimi namaz qılmışdınız, təzədən o namazları qılın. Və bu kimi insanlara müsəlman demişdiniz, indiyənə kimi bu insanlara müsəlman deməyin. Əlbəttə ki, bunları Allahın kitabı ortalığa çıxartdı. Sən ömründə bir söz demişdin, doğru söz. Həqiqətən də sənin dinin olmadığını özü öz sözü ilə etiraf edir. Adam deyir ki, həqiqətən mənim bir müsəlman olduğumu, bir dindar olduğumu həqiqətən mən bilmirəm. Siz indi bu öz etiqadını, öz əqidəsini ortaya qoyur ki, mən şiəlikdəyəm də, mən hələm də bilmirəm ki, bu şiəlik doğrudur yoxsa yox. Subhanallah. Əlbəttə ki, bu dində qalaraq kafirlərə müsəlman deyəcəksiniz. Müsəlmanlara isə kafir deyəcəksiniz. Ey sənmi şiələr, bu dində qalaraq Allaha və onun Rasuluna gedə bilməyəcəksiniz. Gördünüz də, şahid oldunuz da. Dinimiz var ya yox, valla indi mən bilmirəm özüm barədə. Mənim dinim var ya yox, and olsun Allaha bilmirəm. Bu kimi insanlar Yahudilərin və xaspərəstlərin mərasimində iştirak edərək və sonunda da Allah rəhmət eləsin deyirlər. Subhanallah. Onların mərasimində onların xilas olması üçün dua eləyirlər. Bu nə dindir? Bu nə məscid imamıdır? Siz indiyənə kimi bunun arxasında durub namaz qılmışsınız. Neçə illəri biz bu kimin insanın arxasında namaz qıldığımıza görə namazlarımız boş. Gəlin biz tərəfə, həqiqət biz tərəfdədir. Yahudi millətindən, Rus millətindən olan şəhidlərimiz var. Bəli, sizin üçün Quran-ı Kərimdən ayələri təqdim etdiyim ki, oxuyasınız, görərsiniz ki, həqiqətən Allah Yahudi və xaspərəstlərə müşrik və kafir deyib, yoxsa yox? Buyurun, oxuyun. Saxlayaraq oxuyun və bunu qayd edin və bütün insanlara paylaşım eləyin ki, bütün insanlar öz dinlərinə, öz kitablarına gəlsinlər.
Yahudi millətindən, Rus millətindən olan şəhidlərimiz var. Müxtəlif